Salam, sabahınız xeyir olsun. 29 Mart 2026-cı il tarixidir. Şəfəq ayının 10-cu günü, yaz fəslinin 10-cu günü. Bununla yanaşı isə həftə üçün, eləcə də mart ayının üçün sonuncu həftə olaraq sonuncu, deməli, 7-ci bazar günüdür. İstirahət günlərindən biridir. Hər birimizə xoş istirahət etməli arzu edirəm. Bol ruzili, bərəkətli bir gün keçirməyi arzu edirəm. Bununla yanaşı demək, bugün istirahət günü olmağına baxmayaraq elə insanlar var, işləri ilə məşğuldurlar, istər iş yerlərində, istər evdə, istər evdarlığı ilə məşğul olanlar var. Hər birinə can sağlığı, iş şəfatlı, bol ruzili, bərəkətli bir gün arzu edirəm. İstirahət günü olmağına baxmayaraq, demək, təhsili ilə məşğul olan məktəblərdə, orta ixtisas, ali məktəb tələbələri də hər birinə can sağlığı, zehin açıqlığı, iş şəfatlığı arzu edirəm. Və qarşılarına qoyduqları məqsədə, arzulara çataraq həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün yararlı, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. Bununla yanaşı isə 29 Mart günündə kimlərin rəhmətə gedəni var, hər birinə Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 29 Mart günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, o cümlədən Azərbaycan ordusunu salamlayıram. Gözəl bir gün keçirmələrini arzu edirəm. Bununla yanaşı 29 Mart günündə kimlər ad gününü, şad gününü qeyd edirlər. Hər birini bu münasibətlə təbrik edirəm, xoşbəxtliyi arzu edirəm. 29 Mart günündə də tarixi günlər vardı. 29 Mart 1827-ci ildə Beethovenin Viyanada 10.000 nəfərin iştirakı ilə son mənzilə yola salındığı gündür. 29 Mart Kipirdə gərginlik artdığına görə küçəyə çıxmağın adada qadağan olunduğu gündür. 29 Mart 1957-ci ildə Leonid Brejnevin Sovet İttifaqı Komünist Partiyasının birinci katibi təyin olunduğu gündür. 29 Mart 1966-cı ildə Amerika Birləşmiş Ştatlarının sonuncu hərbi birləşmələrinin Cənubi Vyetnamı tərk etdikləri gündür. 29 Mart 1973-cü ildə Uqandada Idi Amin rejimi hərbi çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırıldığı, Idi Aminin qaçdığı gündür. 29 Mart 2004-cü ildə Bolqarıstan, Estoniya, Litva, Latviya, Rumıniya, Slovakiya və Sloveniyanın NATO-ya üz qəbul olunduğu gündür. 29 Mart 2006-cı ildə dünyanın ən geniş bir yerində tam günəş tutulması gerçəkləşdiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.